Deməli, Laçın Abadlıq Açıq Səhmdar Cəmiyyəti, yəni Laçın rayonunda hal-hazırda, yəni Laçın şəhərində daha doğrusu keçmiş Sovet vaxtı Komxoz deyə Kommunal Səfər Şöbəsinin həm də funksiyasını yerinə yetirir. Deməli, Laçın şəhərindən başqa bu Qarıçay qəbirstanlığında, sonra Yuxarı Laçın qəbirstanlığında bu yaxınlarda böyük təmizlik abadlıq işləri apardılar. İndi də Laçın rayonunun Qarıçay, yəni Qarıçay kəndi artıq kənd yox, şəhərin məhəlləsidir. Laçın şəhərinə inzibati ərazisinə daxildir, bəylikdir. Sonra indiki adın Susqulluqlar, o Susdur. Bu Qarıçayın özüdür. Bunlar Laçın şəhərinə, yəni şəhər daxilindədir. Şəhərin məhəlləsidir. Yəni burada qəbirstanlıqda təmizlik işi görürlər. Yəni həqiqətən bunların bu işləri təqdirə layiq işdir. Çox böyük kollektiv, yəni çox böyük zəhmət hesabına bunları öz daxili imkanları hesabına bu işləri görürlər. Yəni sağ olsunlar. Mən şəxsən şəhər sakini kimi bunların şəhərdə gördüyü təmizlik abadlıq işlərini, bəlkə də sizə deyim ki, 50-dən 100-ə qədər maşından şəhərdən zibil töküblər. Tikinti şirkətlərinin qalan zibillərini, nə bilim, biabırçı deməli bir vəziyyətdə idi şəhər. Hamısını indi də Novruz bayramı ilə bağlı tədbirlər keçirirlər. Yaxınlarda böyük bir abidə, köhnə abidənin yerində tonqal qalandı, Novruzla bağlı, Bahar bayramı ilə bağlı. Və belə, yəni gördükləri işlər tədbirə layiqdir. Mən də bir sakin kimi onlara təşəkkürümü bildirirəm həmişə. Çox zəhmətkeş uşaqlardılar, hamısı da Laçınlıdır. Laçın şəhərinin, qonşu kəndlərin hamısı Laçın rayonunun sakin insanlarıdırlar. Sağ olsunlar.